Əziz 11-lər, buraxılış imtahanına son 120 saat qalıb. Lakin siz hələ də adjektiv clause suallarından əziyyət çəkirsiniz. Elə isə bu video sizin üçündür. Baxırıq 40-cı suala. Boşluqdan əvvəl təyin olunan söz var. Demək ki, bizə nisbə vəziklər lazımdır. A variantı yanlışdır, çünki why reason sözünü təyin edir. B variantı what nisbə vəzik üçün mövcud deyil. C variantı whom insan bildirən sözlər təyin edilir, lakin problems əşya bildirir. D variantı how nisbə vəzik üçün mövcud deyil. Cavab olur Y variantı whose plus artiklesız isə 41-ci sual. Boşluqdan əvvəl təyin olunan sözün how'dur. Əşya bildirir. When isə zamanı təyin edir deyə yanlışdır. B variantı how nisbə vəzliyi üçün mövcud deyil. C variantı what nisbə vəzliyi üçün mövcud deyil. D variantı that nisbə vəzliyindən sonra birbaşa xəbər gələrsə, xəbər təyin olunan sözlə, yəni house-la uzlaşmalıdır. Lakin house təkdədir, istəndi sonunda s yoxdur. Və beləliklə cavabımız olur Y variantı. Which xəbər təkdədir, çünki house ilə uzlaşıb. Baxırıq 42-ci suala. Boşluqdan əvvəl place həm məkan, həm əşya bildirən söz gəlib. Bu insan bildirən sözləri təyin edir deyə A variantı yanlışdır. C variantı who's-dan sonra artiklesız isim gəlməli idi. D variantı what nisbə vəzliyi üçün mövcud deyil. Sizcə 42-ci sualda düzgün cavab hansıdır?